Ticarət müqavilələri deyə bilərsinizmi? Ticarət müqaviləsi deyəndə, yəni ticarətlə bağlı hansı müqavilələr öyrəndik? 1667-də öyrəndik. Rəş müqaviləsində Rusiyaya gömrük səfərlərlə Rusiyaya Rəş müqaviləsində, sonra Gəncə müqaviləsində götürürsünüz. Amma bir dənə də müqavilə var idi 1717-ci ildə. Ay sağ olun. Bir də çox zaman qarışdırılır 13 olaraq. 13 deyil. 13-də deyir gedir danışıqlar aparmağa. Razı olmurlar. İmzalanan müqavilə 17-də. Ona görə yadınızda saxlayın. 1667-dir, 1717-dir, sonra 1732-dir, 35-dir. Burada ticarətlə bağlı qeyd edilir. Bir də buna da diqqət edin ki, 1667-ci ildə deyil, bütün Səfəvilərin hakimiyyəti dövrü yaşı, bu digərlərində yox idi. Amma 67-ci ildə bütün Səfəvilərin hakimiyyət dövrü deyil.